qaş qaldırmanı kim edib? Heç kim elətdirməmişəm əməliyyatı. Necəsiz? Nərgiz, çox sağ olun. Qızlar, ekranı tıklayın da, xahiş edirəm. Sevaya nə olub? Səhər ağlayırdı. Nə bilim, bəlkə nəsə olub da. Çox sağ olun. Necəsiz? Necəsən? Təşəkkür. Siz necəsiz? Pəncərəni bağla, qulağım getdi. Doğrudan səssiz elə gəlir qızlar. Saç rənginiz nədir? Çox sağ olun. Nə səsidir? Nə səsidir? Pəncərənin səsi. Doğrudan səs gəlir. Küləyin səsidir, hə. Amma mən elə eşitmirəm axı. O telefona elə gəlir. Sevda böyüdü, hə. Təcili yardım. Az yaxşı. Telefonum bir də düşməsin də yerə, nə olar ki? Əməlli səs gəlir. Təsəvvür eləyin, girmişsiniz adiyanın altına, yorğanın altına, bir dənə də bu səs. Burulğandır da qızlar, dənizin burulğanıdır, gəlir çıxır bura. Vallahi pəncərəni 58 dəfə düzəltdirmişik, sabah 59-cu olacaq, xeyri yoxdur. Dəhşət, çox sağ olun. Elə bir svazniyak, svazniyak yoxdur. Həzidə də belədir. Qızlar, şəhərin çox yerində belədir. Aynəmişsiz, nə? Mülayimsiz, bacınız yox. O çox əsəbidir. O da mülayimdir. Prosta o mən qədər alışmayıb axı. O da alışacaq. Mən də onun kimi idim. Mən söyənləri bilsən eləyirdim. Gedirdim evlərinə tapırdım. Nə olur? Nədir? Valla. Mən kim söyür deyə bilsən eləyirdim. Oturub ağlayırdım. Gedirdim evlərinə. Çox sağ olun, necəsiz? Vüsü canlıdadır. Uşaqlar anı. Fərqi yoxdur ürəyim. 100 dəfə eləmişəm onu. Uşaqlar yatıb. Vallahi fərqi yoxdur, inanırsınız Allah haqqı. Saç rəngim əsmər, saç qaynağı əsmər büyücü. Çox sağ olun, necəsiz? Zuzu niyə ağlıysan itirir? Çərvancı olmur, Zuzu olmur. Qusar, çox sağ olun. Bacın əsəbidir, bəli. Mərkəzi plazaya gəlirsən, bəli. Bəli, bitdi iş birliyim, o nə səsdir. Həzidə qalırsınız, xeyir qızlar. Mən saç bugün Sumqayıtda olmuşam, bütün günü demək olar. Salam, salam Pəriş. Saçınızın nömrəsini bilmək olar, bəli. Yox, bilmək olmaz, ürəyim üzürlü say. Çünki istəsəm də deyə bilmərəm, Əsmər xanım qoyub saçma rəngi o edib. Amma problem deyil, soruşub deyərəm sizə, olar elə. Qəşəydir, çox sağ olun. Bilmirəm da, o qatır qarışdırır, evdə idim. Çox sağ olun, necəsiz? Harda Pəriş? Tufandır orada, bəli, tufandır. Tufan deyəndə küləkdir də. Artıq paska çıxır da qızlar. Rusların paskasına 1-2 gün qalıb deyə. Hava özünü göstərməlidir. Qəşəng rəngdir, bəli. Bugün ev günü. Bu doğrudan, hə, bugün mən də Sumqayıtda olmuşam bütün günü can mama. Üstü açıq yatmayacaq. Üstü açıq yat, amma paltarını çıxartma. Olmaz. Olmaz, qətiyyən olmaz. Evdə küləkdir, kombində gücü çatmır. Narahat olma Pəriş, mən də qaynağa gəlmişdim. Bir dəqiqə belə vaxtım olmadı, Quran haqqı. İçi çox qalındı da. Paska bu gündür, doğrudan çıxdı. Can. İçi çox istədi də, tükürəm də. Örtmə də üstüvü git. Üstüvü örtmə. Koftanı çıxart, şortik qalsın. Hə, paltarsız yatır da. Çox sağ olun. Qızlar, mənim üçün ekranları tıklayın da zəhmət olmasa. Moderatorum var burada. Təşəkkürlər. Zirkondu dişiniz, bəli. Mənim oğlumun da arası yoxdur üstü örtməklə. Balaca bu lüt yatır, paltarsız yatır, üstəlik də üstü açıq yatır. Yuxuya gedəndən sonra geyindirəcəm.
Asayı yuxulu bizə necə geyindirirəm, altı üstü geyindirirəm. Hə, Nərmin siz bəli. Tanıdığın xeyir. Çox sağ olun, siz necəsiz? O uluyan nədir? O şey... O külək. Seva getdi. Hara yox. Çox sağ olun. Dişiniz zirkondu, bəli. Pis rəy yazanlar utanmırsınız. Az olur utanç bilsəydilər bu sözü gəlib yazardılar. Nərmin mod ver mənə. Ehtiyac deyil ürəyim. Çox sağ olun. Bir dənə qoyuyor. Mama Rusların paskası çıxdı bugün. Bugün çıxdı. İki dənə Nə yer mama? kafnet. Hə ver. Gətir əzim. Deyir, çıxı deyirlər. Deyir, kişinin süşürər də. Uğur bir kişin açılsa bara, sən tikişin belə yırtılsa qan götürəcək. Özünü istəmirdi, ağzında damağında dadını alsın. Hə, yaxşı alsın, tamam. Elə 3-4 gün hava belə olacaq. Hə, götür. Kim edib dişini? Təbii ki, 6 illik mənim həkimim var da, ürəyim. Xeyr, bu reklama mən diş elətdirmirəm. Üstəlik də mən dişimi elətdirdiyim həkimin reklama ehtiyacı yoxdur. Reklama iş gördürmək ayıb bir şey deyil. Mən bu boyda kütləm var, yeri gəlsə. Mənə inanan da var, inanmayan da var. Mən bugünkü gündə canlıda maşın adı çəkmişəm. Təsəvvür edin ki, gedib o maşını alanlar var. Qaldı ki, o pis bir şey deyil, reklama nəyisə elətdirmək. Amma qaldı ki, xeyr, reklama elətdirməmişəm. Mən aşağı dişimi zirkondur. Çox sağ ol, Cabir, xoş gəldin. Nə olacaq ki, reklama elətdirsən? Çünki mən həkimimin reklama ehtiyacı yoxdur. Qarayevdə boyda klinikası var. Öz bazası var onun. İllərdir fəaliyyət göstərir Aynur Dəmirova. Aynur Dəmirova. Özünü çox qızdırmadı. Bir diş zirkondur da, ürəyim, zirkon neçədən başlayır. Mən ümumi ödəniş eləmişəm, hələ qalmışam. Emax'dır. Emax nədir bilmirəm. Zirkondur, bilmirəm. Saçımı neçəyə elətdirmişəm? 100 qrama 260 manat almışam saçım. Şəmkirli də həkim, xeyr. İmplant deyil, implantın üstündən ək. Ürəyim, implant nədir bilirsən vapşıyım? İmplantı əkdirəndən sonra üstündən diş qoydurmalısan da onun şurupdur. İmplant bildiyim boltdur, şurup. O şurup nə vaxta qədər qalacaq? Can, başıva dönərəm. Gec oldu ürəyim. Yorğunuydum, üstüvə sağlıq. Ona görə görüşə bilmədim səndən. Sabahları inşallah vaxt elə. Sabah gün ortaya qədər işim var, uşaqlarla olacam. Gün ortadan sonra yığarsan görüm neyəyə bilərik. Mən də yaxşı deyiləm, qurban olaram. Yazığı görürəm yuxarıdan, buradasan. Diyeta saxlayırsan, yox, heç bilmirəm diyeta saxlamaq nə deməkdir. Rəhmətliyin qızı, mən başım ağrıyanda heç dərman atmıram, diyeta saxlayacağam. Hansı günüm üçün diyeta saxlayayım? Saçında 100 qram var, xeyr xanım, 300 qrama qədər saç var. Fitsən, fit nədir? Fit nə deməkdir? Söydünüz yenə məni, Allaha həvalə edirəm sizi. Yox, nə dedi? Fit nədir ki? Fit yanı incə deməkdir. Az niyə də az başımdan? Yox, istəmirəm qızlar, mən arıq olmaq istəmirəm. Mən belə olmaq istəmirəm qızlar. Mən belə. Xalalar var, Rayona gedəndə adamın üstünə gəlir, görüşür. Bacı, sən yaxşı mənada Allaha tapşırdım. Arıqsan, 57 kiloyam, 1.67 də boyumdur. Ayıb da əyni və əməlli paltar geyin. Geyinmirəm ürəyim, mənim üçün belə xoşdur. Sən gözlüyüm ya da çıx çölə. Get sənə övladlar və örnək olan insanların yayınlarını izlə. Çox sağ olun. Necəsiz? Canavar. Ay can.
Ay can, öz dedim də nə bu? Nə şu belə deyirsən bacı məni, qurban olum sə. Mən bu həyatda ikinci kişini sevmişəm, 100 dolların üstündəki kişini. Ərimdən sonra yeganə kişidir ki, o 100 dolların üstündəki babadan xoşum gəlib həmişə. Durub mənə tavır eləyirsən. Padruqam rayondan gəlib deyir, görüşmədim bu gün mənlə. Dəli yaz, evim sənin üzü açıqdır. Dedim, evə gəl. Mən gecələr çox çöldə qala bilmirəm. 9-10 oldu, gəlirəm. Aynur Dəmirovadır, bəli həkimim. Quşənciyə salam deyim. Ay Allah, ay Allah, ay Allah, sən qurban olum, ay Allah. İsmail'in quşəncəsinə buradan qucaq dolusu salamlar. Şu, qani oldu. Sən nə qədər çox bilirsən. Yaxşı. Az da küləkdir də, əl çək bacı, əl çək. Qorxulu üçün onlara baxırdın. Rusların paskası 15-dən sonra çıxacaq. Saç yaraşmır. Yaraşmır bacı, neyniyə indi? Bağışlayasan, qurban olum. Yaraşanın qoyduraram bu səfər gələrsən də. Olanımız budur. Saçların əyladır. Can. Can. Dedim də nə quşənciyə salam bu. İsmail'in quşəncəsinə salam deyirəm. Qucaq dolusu salam deyirəm. Yaxşı olun. Almadan, sumaqdan. Qaymaq deyə qaymaq boyum yerə soxum. Burnum əməliyyatda. Çox sağ olun qızlar. Quşəncədən salamlar. Hədənə quşəncələrin bir də məşhur sözü var, deyəm. Sonu. Hani? Hə? Ordubada salam deyin. Şərrur deyəm. Zulfa. Saç rəngin nədir? Saç rənginizi az hədə Hani. Quşəncə. Jasmin usta. Qulağınızı normal açın, normal eşidin. Quşəncə. İsmail'in ən gözəl kəndlərindən biridir. Sakit, səfalı. Çox sağ olun. Təşəkkürlər. Yoldaşından ayrılmışsan, onu hardan bildin? Sən Allah, hansı qəzet, hansı kanal yazdı onu? Allah eləməsin, yoldaşımdan niyə ayrılıram? Quşəncə. Çox sağ olun. Quşəncə. Çalvıya da salam deyirəm. Çalvaya salam da, əl çəkdə dedim də çalvaya salam. Cəmat necə yanır, bilmirəm ki, bacı, bunlar niyə yanırlar, qurban olum. Suya da heyfim gəlir, israf eləmək istəmirəm. Açıb əl üzümü yuaram, evi zadı silərəm, təmizləyərəm. Mama elədi də. Çox sağ olun, necəsiz? Mən də. Xaçmaz Hədcan. Mama elədi. Bilirəm oğlum, ye yeməyi. Ağsuya salam dedi. Mən 12 ildə Ağsulların gəliniyəm. Səncə mən Ağsuya salam deməyə bilərəm. Ay Allah, gəlib burada qaloş, kətçi, varoş sözü, keçmişini unutmusan. Qutapçıydın sözü var ha, qızlar. O sözlər artıq mənim dilimdə. Mənim, necə deyim sənə, artıq mənim dilimdə, artıq mənim üçün o şablon sözə çevrilib. Yenilərlə gəlin mənim yanıma, yeni sözlər öyrənin gəlin. Nə olar, özünüzə hörmət eləyin də, qoyun bir kəlmə söhbət eləyək, normal danışağın. Hə, düzəltdirdim dişimi. Ay bacı, mən elə qalası deyildim ki, implant əkdirmişdim, sağalma müddəti var idi. Nərmin, oxu, ay can ürəyim. Hə də, vallah da, yəni o sözlər köhnəlib. Bir sözləri var, çuşqa kimi gəlib nə yazırlar şey. Hələ çuşqanın özü də yaxşı bir sözdür, baxma ki, mən deyirəm. Nətər, tuvarok gəldi, Bakıya oldu qatıq. Sən boyu yerə soxum eləmə. Tərtərə salam, tərtər, icidlər oylağı. Tərtərdən Tahir dayıma salam deyirəm, Urbana Satri ağac. Mən haradasa 3 il bundan qabaq rahat gəldim Tahir dayıdan, rayonda çəhəkdə aldım, ağaclar əkdim. Hələ də o dayının ağacları tutub. Keçən il 3 dənə alça gətirmişdi. İnşili 3 dənə alça. Hər il alçalar çoxalır üstündə. Gilas, öküz ürəyi zadı gəlib oradan alırdım. Yolun qırağında var Tahir dayı, qırmızı xallı sifəti. Mən də Ağsuluyam, gözün aydın.
Dişivə nə qədər pul xərclədin? Nə edirsən qardaş? Qurban olum. Yoxsuz gecələrində kart qoyub marşrut pulu istəməmişəm. Əziyyət çəkib mənə atmağı deməmişəm. Neyvə lazımdır qardaş? Sən pulunla düzəltdirmişəm. Sənə at-sot verəm. Qurban olaram. Dünən Venetka necə keçdi? Allah, yaxşı, çox gözəl. Özü xərcləməyib, xərclədib. Oliqarx heç nə demirəm. Elə bacılarım mənim kimi yaşasın. Çox sağ olun. Sevdadlı baxışı var. Biraz ağır ol. Ola bilmirəm axı Qartal. 57 kilodan yuxarı qalxmıram. Nəsə ilə qalxım. Çəkim az çoxalsın. Çox sağ ol Aysu. Bax, yaxşı edir. Üç mesaj yazdım cavab. Çünki sizin yazınız düşmür bura. Küləkdir deyəsən, inara, yüngülvaridir də. Yəni uğultu varsa küləkdir demək. Dişin çıxır, bəli çıxır. Arada suya da qoyuram balonda. Suya qoyuram arada. Sonra taxıram türkün məsələ ağzıma. Yorğun görünürsən. Yox, mən heç nə, mən hazır yeyib yatanam. Mənim 31 yaşım var, ömür boyu anahtaş otuna şellənmişəm. Mən bahalı Targovda nədir o kofe yerləri zadı. Gedirəm orada otururam, eləyirəm. Bahalı restoranlarda. Özündə görsən də yarım milyonluq maşında fırlanlam. İndi durmuşam yuxudan. Bir yaşın var, sən nə qələt edirsən bu TikTokda, çox maraqlıdır. Hə? Nöş gedib yatmırsan, nöş gedib dərsi oxumursan, hə? 11 yaşın var. Sən nə işin, sən anun hara baxır? Axşamın xeyir. Şu moderator heç kimi səssiz atma, bir saniyə gözlə. Hə, vəsiyo at. Sənə halaldır. Çox sağ olun qızlar. Hər birinizi sevirəm. Allah sizdən razı olsun. Çox istəyirəm sizi. Siz izləyicilərimi heç kimin ayağına vermərəm. Mən ümumiyyətlə Azərbaycanda həmişə istəmişəm ki, bizim ölkəmizdə, bizim dövlətimizdə, bizim xalqımızda çox xanımlar var. Əziyyət çəkib gecə-gündüz zülm çəkən qadınların hər biri xoşbəxt olsun. Hər biri. Neçə ildə 31 yaşı var bunun. Az dur basta bayrağı. 95 təvəllüdəm də, mıxıvı çəkdə məndən. Sən bilirsən, mən yayıncıyam. Mən TikToker deyiləm. Mən platformada varam, amma PK etmirəm. Mən yayıncı olmağımdan da əlavə mən hər zaman sizinlə dərdimi, sirrimi, gizlimi bölüşmüşəm. Mən hər gün burada yaşdayım aslında. Sən indi hər gün mənim yaşımı bilirsən, o deməkdir. Mən qoyun dörəm, 6 aydan bir balalıyım, 6 aydan bir ad günüm olub. Nə də göydən düşməmişəm, ildə 2 dəfə ad günüm olsun. Dur, xahiş edirəm. Dur, sürüşdə buradan söhbət eləyək. Açma mənim gül ağzımı. Nərmin Elçin Zodanı, valla Elçin Zodan mənə əməliyyat eləyib artıq 1 il 2 aydır, möhtəşəmdir. İşindən də razıyam, narazı deyiləm. Heç Elçinin də reklama belə pis çıxmasına ehtiyacı yoxdur. Elçin günə 4-5 də liposuction eləyir. Hələ dünən yox, İsrən 2 dənə qız göndərdim. Biri əməliyyat olub, biri də sabah olacaq. Möhtəşəm. Çox deyil. Mən 59 kilo çəki ilə girmişəm. Qızlar əməliyyata qurban olun. Mən abdomin olmamışam. Elə böyük əməliyyatım keçməyib. Şeyin qardaşıdır da Əmir Aslanın. Bağışlayın. Burun əməliyyatı istəyirəm, amma elə qorxaram. Burun əməliyyatı istəyirəm, amma ölərəm. Eləməm. Gəlib Bakıda adam olmuşsunuz. Eşşək sən doğub əkəndir. Sıx sən də çölə. Burun qorxma. 100% sən qohumlarınla məsləhətləşmirsən, hə bacı? O xeyirsiz. Hə? Hə bacı, 100%. Ay xanım, qohumlarımla məsləhətləşdim, burun əməliyyatına gedəcəm. Çox nahaq eləmişsən. Çox nahaq eləmişsən ha, çox.
4 dənə deyəm, gözdə hesablayın burun, sinə. 3 dənə liposuction, 3 dənə estetik əməliyyat olmuşam. Burun, sinə, bədən şəkilləndirmə. Bir dənə qohuma zəng vurub deməmişəm ki, əməliyyata gedirəm. Demə bacı, heç kimə demə. Bizim ən böyük bədbəxtliyimiz eləmədiyimiz şeyi dilimizə gətirib özümüzü reklam eləməkdir. Dünən meyvə alıram, əlim doluydu. Oğlana dedim ver kartı atım, dedi burada kart yoxdur. Dedim məndə də nəqd pul yoxdur da. Al dedim sən kartı atım, eybi yox. Mən də demədim. Kartımda da bax and olsun 2 balamın canı var. Dünya aləm yaxşıları çıxmaqla balalarımıza qurban olsun. Bax gör nə deyirəm ha. Kartımda bilmirəm 111 manat, neçə manat pul var. Qayda məbnədisə yaxşıdır. Sən kasıblamısan? Dedim niyə? Dedi ki bu nə puldur sən kartımda? Dedim sən mənim kartımda nə qədər pul göz? Dedim mən sən mənə telefonu verəndə mən dedim sən kartımda 1-2 Dedim mənim 110 manat pulum olanda mən sevinirəm. Mənim kartımda pul var. Sən nə danışırsan? Qətiyyən demə. Qohumunla məsləhətləşmə. Az qohum kimdir, onunla məsləhətləşmək nədir? Qohum toy eləyəndə çağırarsan, stolların boş qalmasın. Yox, əməliyyata gedirsən, qohuma nöşləyirsən. Nə qaydacaq, gətirib başının altına pul qoyacaq. Hə, oliqarx mujik, düz deyirəm. Dedim. Hələ bədən burun əməliyyatında durdum, üzr istəyirəm, narkozu qaytardım. Sinə əməliyyatdan çıxan kimi dedim qızımanı, Minnuranı. Axırıncı əməliyyatımda da dedim ki, Minnurla Ümidanı. Evdən hamı ilə halallaşıb, görüşüb çıxmışdım. Hə, İnura demişdim, mən ölsəm təzə arvad al, haqqımı sənə halal eləyirəm. Can mama. Sen gelmiştin. Kim eləmişdi ha? Ama sen gelmiştin, kapattı. Sonra demek ki niye kapattın telefonu? Ne baba? Dur. Kızım. Hayır baba. Kız. Ay, yalanın kapısı. Şuraya. Bir terapi bağlan. Balansınızı artırmağınızı xahiş edilir. Yürü. Ay, şuraya dön. Sen yalan ortasın. Baba. Selamun aleyküm. Alo. Alo. Bəli. Bu. Nətərsən balam? Buradasan, canlıdasan? Az gəl görüm nətə. Adın nədir? Ay qız. Mənə oyunculu rituallarından verib dancı. Mən ritual xoşlayıram axı. Belə əlimin içinə zaddan yazıb edirəm ha. Hə, budur sənin səhvin. Nə qəşəng, yaxşı balam, istəyirəmsə. Sağlam ol balam. Qızlar, keçən dəfə biləncimə ritual yazmışdım. Leyla Cəfərova vermişdi onu. Ana. Can ana. Bana şey ver de kapı. Nə? Kapı. Minur dağlar. Tuş qardaşıma da ver. Al. Biləncimə yazmışdım. Düzü, o nədir? Açış kapı. Axırıncı əməliyyatın nədir? Bədən şəkilləndirmə. Az əməliyyatdan danışma. İndi deyəcəklər ki, Allah sə o bir dünyada nə soxacaq. Gəl. Nərmin cığdı üzüyünə baxın. Ağzında çəkmir ha. Dur. Uşaqlar niyə yatmır?
Nağayırın bacı döyüm uşaqları. Döyüm yatsınlar, yatmır da başuğa dönün. 4 yaşı var onun, yatacaq da neynir? Oturub qucağında pul istəmir ki sizdən. Nə də səsi çıxmır. Mən də səni sevirəm. Ay sevgim Allaha, qurban olaram. Əl çəkdə bacı, başuğa dönüm. Bayaqdan ərimi söydün, özümü söydün, uşaqlarımı söydün. Ay bacı, bilirəm kimsən, Allaha and olsun. El eləmək ki də tapıb sən neyniyim? Tapmayım, promo ev yüzə gəlim. Valla, mən bilirəm ha sən kimsən, onu elə bilmə, mən bilmirəm. Yəni quş yerdən qalxanda mən bilirəm o neçə kilometr hündürlükdə uçacaq. Dur da dur. Eləmə, bu adamı nədir? Ana, ayana, ana, ayana, ana, ayana. Bunu çıxart da. Nüşüm? Müvənin zıtlayacam. Ayır xanım, baxıcı deyil o. Bax, bax. Gözdə bir dəqiqə oğlum, Instagrama gir, türk blogerləri hər gün, türk blogerləri zadə hər gün bizim şeyi paylaşırlar. Alo. Ay can ürəyim. Nereden baba sen gelirsin? Tamam yaxşı, tamam. Bir de planşetim olsa da. Türk blogerləri var ki, hansı ki hər gün ritual edirlər. Gölün dibinə su ver, qazın, nə bilim, qazın böyrünə nə qoy. O tərxəli edirlər. Doğrudan. Yəni valla o qədər baxıcılara zada gedirsiniz ki, ağlınız gedib baxıcıya. Bacı, ritual bilsən nədir? Niyyət tutursan şam, gedirsən kilsəyə, şam yandırırsan, bay elədir. Mən şəxsən 28-dəki kilsədə heç vaxt olmamışdım. Bir həftə bundan qabaq bir dəfə fira apardı məni ora. İlk dəfə idi. Mən bu boyda müddətcə həmişə də yanından keçmişəm, dərk eləməmişəm ora nədir. Amma o qədər yüngünləndim. Bir də Leyla mənə köməklik elədi. Nə? Uğurun əlişirədi gəlir, məni barmağından qıdıqlayır, qolumun ağlına qıdıqlanır. Amma bu mənə bax. Nərmin salam, bizim villa, ay qardaş qurban olun, villavız 1.800.000-dir. Qıdıqlayıram gülüm. Hamı da zəy vurur deyir, Nərmin 50.000 ev var. Qurban olun, belə bir Nərmin əmlak sahibidir. Can. Güclüyəm, bax. Görürsən, gülmürəm. Qıdıqlayında gülmürəm. Sizin villavız 1.800.000 olandı. Nərmin xanım, saçsınız, Quran haqqı bilmirəm, ürəyim. Halal olsun sən, nə edirsən, öz puluna edirsən, bəli. Favorit dekor, xoş gəldin. Nərmin, Aycan, sarışın, Aycan. Burun həkiminiz kim olub? Çox sağ olun, necəsiz? Təşəkkürlər. Belə çıxır ki, satılır. Niyə satılmır? Allahu Ekber, satılacaq. Hər mülkün öz sahibi var. Narahat olma, satılacaq, amma biraz çətin satıla bilər də. Çünki biz sən o az pul deyil də 2 milyona yaxın. 1.800.000-ə qoydunuz da, düzdür? Yoxsa 1.400.000? Niyə satırsan? Ay bacı, əmlak sahibidir də, evin satır. Ona da deyək, niyə satırsan? Onda belə çıxır ki, mən gedib günə 5-də ev çəkirəm. Hamısına deyim, niyə satırsan? Evə lazım, cəmaatın şəxsi işidir. Küləkdir, bəli. Ay oğul. Kim tez bu soğuğu içsə, o ödül gedib ödülür. Olmaz. Tuğla geçsin. Bu da bilir, 1 milyon nədir? Yerə tökməyə, bacı, Aycan. Tütün suyu. Olmaz, onun boğazı əməliyyatdadır. Ona sonra yarışarsız, dağıldı yerə Ümid. Ana, eğer kim dünyadaki bütün suyu içsə, 1000 manat sonunda hem de 200.000 olmalı. Ben dünyadaki bütün suyu içsəm. Burun həkiminiz kim olub? Natiq Qarayev. Özü kimlər girir? Ama ismi... Maşın sənə dünyadaki suyu içsin. Eləmə, yavaş oğlum. Oğlum, eləmə. Gel. Səndən elə zəhləm gedir ki, özünü asılı. Deməli, mənim varlığım sənin böyük dərddir. Hər zamanda bu dərdlə yaşamaq üçün səni təbrik edirəm. Gel.
Dodağımda dolğu var, əritmişəm. Hələ yoxdur, inşallah olacaq. Tam deyil ha, var dodağımda dolğu, amma istədiyim qədər deyil. Daniyə yazırsınız, baxmayın da, aferin sənə. Şş, olmaz. Kim edib dodağınızı? 2 dənə kosmetolog eləyib. Yalan deyirəm. Bir dənə sualıma cavab verdi, bəli. Bana geri bir Yo, eləyəcəm qızlar, yuxarını biraz dolduracağım. Amma mən çox istəyirəm səni. Mən də çox istəyirəm sizi. Var olası, sevginiz daim olsun. Sen kime vurursan? Olmaz, ümid eləmə. Eləmə, uğurtuz, ilişmədi ona. Ama gel benim aşkımla. Etmə neyinə, qoy eləsin, sən eləmə aşkım. Deyən görüm kimdir bu? Nərmin, necəsən? Zeydin mamasıdır. WhatsAppda yazarsan mənə. Zeydin maması. Qonşumuz, başı söyləyim. Amma sənin nömrən məndə yoxdur, axı sən yazarsan mənə. Profilin altında mənim əlaqə nömrəm var. Ona yaz, mən sənə şəxsinə yazacağım. Can, çox sağ olun, təşəkkür edirəm. Var, bəli, əmlakla da əməkdaşlığım var, qızlar. Ora müqavilədir, orada rəsmidir, ofisdə oluram, həftənin 2-3 günü, 2-3 saat orada oluram. Evlərimiz düşəndə çəkirik, şükür Allah, işimiz uğurludur. Prosta bu yeni ildən sonra biraz bazarda elə bil ki, belə ölü bir bazar, dirçəlmir hələmələm. Hamı da bu dəqiqə deyir ki, mənə elə ev-tab 50 min olsun, 55 min olsun, 70 min olsun. Bir günə 4 də villa çəkdim Milyonerlər məhəlləsinə. Mənə dedilər ki, villa niyə çəkirsən? Müştərilər yazır. Deyirəm, mən neyiniyim? Əmlak sahibidir, satışa çıxardıb evin, gedib çəkirəm. Mən cəmaata necə deyə bilərəm, 1 milyonluq evi satıb 900 minə, məsəl üçün. Yo, yeni ildən sonra Humay Vəliyeva, yeni ildən sonra ürəyim, yeni ildən sonra. Mən Makleriyyə 1 aydır başlamışam. Yoxdur axı 50 min ev, ay bacı, var 50 mində istəmirlər. İstəmirlər də 50 minə, deyir ki, əlimdə 60 min pul var, filan yerdən ev istəyirəm. Deyirəm, ay xanım, qurbanım, oradan mən nətərsə ev tapım. Həyət evi çəkirsiniz, bizdə bütün evlər var, torpağa qədər. O nədir? Bizim millət niyə? Yo, millətimə qurban olum, elə demə ürəyim. Elə demə, millətim gözəl millətdir. İçindəki xayınlarımız var ha, onlar da başa düşürəm. İşik yoktu, söndür. Nene. Anne. Kasyolka bir satırım. Çok sağ olun. Masa hazıra bak. Ay nene. Ay kız! Ay kız! Gəl bilmənə. Evlə bağlı. Can, boğazımdakı nədir bu? Piercing. Derim o piercing. Hə, arada qışqırıram. Uşaqlara niyə qışqırmıram? Vurmaqla aram yoxdur. Uşaq vuran deyiləm qəti şəkildə. O da Elnura söz vermişəm. Vurmuram. Niyə vurmuram? Vuraram altına batırana qədər. Özüm doğub dünyaya gətirmişəm. Kimsə böyütməyib ki məndən. Kimsə də məcələ deyə ki, uşağı vurma. Vurmaram, tənbih eləyərəm. Güclü qadınsan. Çox sağ olun, necəsiz? Piercing ağrıtmır, xeyir. Masajıra baxırsınız evlərə. Bəli, hər yerə baxırıq qızlar. Çox sağ olun. Qaynanan varmı? Var. Saçın neçə santıdır? 85. Xeyr, kirayə deyil. İstədim birinci kirayədə eləyim. Adam yorulur qızlar. Bakıdakı olan sıxlıq, probka falan gec gedib çatırıq eləyirik. Bir də kirayələrdə ki, gərək onu çəkəsən yerində. $50,000 civarında var ayda. 53 min ev var Binəqədidə. Sentralnidən, əsas yoldan biraz içəridədir, yeni tikilib yerdəndir. Kapital əmlak yazın, səhifədə paylaşılıb. Baxın bir dənə. Kapital əmlak yazın. Mənim öz videolarım çıxan səhifədən söhbət gedir. Orada baxın, orada paylaşmışam Binəqədidə. Videoya 600.000 baxış gəlib. Həmin o ev satılmayıb, bilirəm də məndə var. Aycan, indi düşdü ürəyim. Əlbəttə ipotekaya yararlı və yararsız evlərimiz var.
Mama! O ne işlədir orada? Denən ona söndürsün onu. Bədən şəkilləndirmə nədir? Haran etmisən? Allah, nə gərəksiz suallardır. Fatmayı da evə